Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatı haqqında qaydalara dəyişiklik olunub. Belə ki, bu uşaqlar orta təhsil, ali təhsil, peşə təhsili müəssisələrini bitirdikdən sonra 2600 manat bir dəfəlik müavinətlə təmin olunacaqlar. Əlbəttə, burada əsas məqsəd valideyn himayəsindən məhrum olmuş, valideyni itirmiş uşaqların sosial təminatının yaxşılaşdırılmasıdır. Əlbəttə, və biz də bu mövzunu araşdırmışıq. Az sonra sujetimizdə bu proses necə reallaşır, onu izləmiş olacaqsınız. Və burada təbii ki, sujetin içində bizim çox dəyərli millət vəkili və eyni zamanda iqtisadçı ekspert Vüqar Bayramovun da bu istiqamətdə maraqlı açıqlamaları var. Tamaşaçılarımıza təqdim edəcəyik. 2600 manat kimlərə ödəniləcək, qaydalar nədir? Daha ətraflı sujetdən biləcəyik. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatı qaydalarına dəyişiklik edilib. Belə ki, bu uşaqlara ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat bir dəfəlik müavinət ödəniləcək. Həmin vətəndaşlar təhsil pillələrini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər. Nəzərə alsaq ki, əvvəlki qaydalarda müavinətin məbləği orta aylıq əmək haqqının 2 misli idi. Artıq yeni qaydalara əsasən bu 2600 manat olacaq. Yəni bu demək ki, konkret rəqəm müəyyənləşib və konkret rəqəm müəyyənləşməsi də nəticə etibarilə daha çox müavinətin həmin şəxslərə ödənilməsinə imkan yaradacaq. Nəzərə alsaq ki, müavinətin ödənilməsi uzun müddət tələb etmir, bir neçə gün ərzində vətəndaşın müraciətinə baxılır və həmin müraciətlə bağlı qərar verilir. Bir dəfəlik pul vəsaitinin ödənilməsi zamanı ölkə üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Sözü gedən müavinəti almaq hüququ yarandıqdan sonra belə şəxslər yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edə bilərlər. Həmin şəxslər Dövlət Sosial Müdafiə Fondunun yerli təşkilatlarına, qurumlarına və yaxud da dost mərkəzlərinə müraciət edirlər, müvafiq sənədləri təqdim edirlər. Yəni, həmi valideynlərini itirmələri barədə və yaxud mərhum olmaları barədə sənədləri, eyni zamanda təhsil müəssisəsini bitirməyi barədə müvafiq təsdiq edici sənədləri təqdim edir və onların kart hesabına 2600 manat ödəniləcək. Bu müavinətin ödənilməsinə məqsəd valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial təminatını daha da gücləndirməkdir. Nilüfər Səlim, Vahid Zalov, Səbuy Sadiq, Telesər.